Kanadada ağlasığmaz və amansız qətl hadisəsi baş verib. Mirror nəşri xəbər verir ki, Vincent Nguyen Lee avtobusda Tim Maklinə hücum edərək bıçaqla onun başını kəsib. Məlumata görə Lee qurbanının qulağını, burnunu və dilini də kəsib. Ölən şəxsin ürəyi və gözü isə tapılmayıb. Polisin versiyasına əsasən Vincent Lee öldürdüyü şəxsin ürəyini və gözünü yeyib. Məhkəmədə qatil Tanrının səsini eşitdiyini və bu səsin ona qətli törətməyi əmr etdiyini bildirib. Lee ifadəsində deyib ki, qeybdən gələn səs ona Tim Maklin adlı şəxsin əslində yad planetli olduğunu və onu öldürməli olduğunu söyləyib. Məhkəmə qərarına əsasən Vincent Lee ruhi xəstə sayılıb və psixiatrik xəstəxanaya yerləşdirilib. Zərər çəkənin anası isə qatili ruhi xəstə hesab etmədiyini və ədalətin bərpa olunmadığını bildirib. Ağır və dəhşətli cinayət törətməsinə baxmayaraq, Vincent Lee hazırda azadlıqdadır. O adını dəyişərək Manitobada yaşayır.